Əzadarlıq anlayışında bu vehilər gətirilir. Biz bilirik ki, ümumiyyətlə İslamdan əvvəl də, hətta cahiliyyət dövründə də ərəblərin örfündə, adət-ənənəsində bu şəkildə bir yas saxlama olmayıb. Yəni illərlə davam eləyən və ya hər il həmin yasın təntənəli bir şəkildə, belə deyək, qeyd edilməsi ənənəsi yox. Cahiliyyət dövründə. Farslarda olub o. Farslarda olub, bəli. Bunu biz Siyavuşan məclisləri olaraq bilirik. Bu da Firdosinin Şahnaməsində də bu haqda danışılır. Ki, İran-Turan müharibələri və Siyavuşun Siyavuşun xəyanətə uğrayaraq türklər arasında öldürülməsi hekayəsi, bundan sonra onun üçün bir yas tutulur. Yəni Fars mədəniyyətində var idi. Bəli, Fars mədəniyyətində, şəhzadə idi bilindiyi kimi. Və hər il Siyavuşun öldürüldüyü yerə gedilir və burada insanlar qara paltar geyərək başlarına torpaq səpirlər, ah-nalə qaldırılır və s. Bu ənənə Buveyhilər tərəfindən Bağdada gətirilir. Və Bağdadda Məhərrəm ayının hər il 10-u günü şeypur və təbil sədaları altında küçə yürüşlər keçirilir, insanlar qara geyinirlər və bu yas ənənəsi bu şəkildə hətta insanlara su daşımağa belə qadağan edirlər. Yəni o dövrdə bilirsiniz, indiki bir su şəbəkəsi yox idi. Suyu şəhərdən kənardan daşıyıb su paylayırdılar. Onu qadağan edirlər yəni. Həmin gün heç kim su daşıya bilməz və su susuz qalmadılar. Susuz qalmadılar insanlar həmin gün. Və bu ənənə, bu əzadarlıq ənənəsi, belə deyim, Buveyhilərlə birlikdə Bağdada gəlir. Sadəcə bu da deyil, lənət ənənəsi də yenə biz Buveyhilər dövründə məscidlərdə iri qara bayraqların asılması, məscidlərin divarlarına səhabələr haqqında nalayiq ifadələr və lənətlərin yazılması ənənəsi də Buveyhilər tərəfindən gətirilir. Bu, dəfələrlə ixtişasa səbəb olur. Çünki Bağdadda həm də sünni əhali yaşayırdı. Və bu ixtişaş o yerə qədər gəlib çatır ki, o bəzi fanatiklər tərəfindən, hətta Buveyhi hakimləri özləri məcbur olub bunu qadağan edirlər ki, bu qədər kifayətdir. Çünki istər-istəməz hakimiyyətdə onlar da axı bu ixtişaşın qabağını da 2 dəqiqədə bir almaq onların üzərinə düşür. Bu cür ixtişaşlar çıxmasın deyə, belə deyək, məhdudlaşdırırlar bir qədər bu ənənələri və Buveyhilər tərəfindən gətirilir. Bəli.